kişi xəyanət edirsə, psixik xəstədir. İsveçrənin Cenevra Psixi Sağlamlıq İnstitutundan doktor Hans Müller 20 il davam edən və 12.000 kişi üzərində aparılan tədqiqatın nəticələrini açıqlayıb. Alimin sözlərinə görə xəyanət edən kişilərin 89%-də müxtəlif psixoloji pozuntular aşkarlanıb. O bildirib ki, sadiq kişilər daha inkişaf etmiş beyin quruluşuna, yüksək gəlir səviyyəsinə və sağlam övladlara malikdir. Müller hesab edir ki, xəyanət kişi təbiəti ilə deyil, emosional nəzarət çatışmazlığı və yetkinlik səviyyəsi ilə bağlıdır. Onun fikrincə, sağlam psixikaya sahib olan kişi impulslarını idarə edə bilir və partnyoruna sədaqətli qalmaqda çətinlik çəkmir. Tədqiqat göstərib ki, terapiyadan sonra xəyanət edənlərin 73%-də vəziyyət yaxşılaşıb. Bu da psixoloji müdaxilələrin effektivliyini sübut eləyir. Mütəxəssis yekun olaraq bildirib ki, xəyanət instinktə yenilmək deyil, özünə nəzarətin və məsuliyyətin çatışmazlığıdır. İşıqlı otaqda yatmaq insult riskini artırır. JAMA Network Open jurnalında dərc olunan yeni tədqiqat göstərib ki, gecə vaxtı qaranlıqda yatmayan 40 yaşdan yuxarı insanlar arasında ürək-damar xəstəliklərinin riski əhəmiyyətli dərəcədə yüksəlir. Alimlər bildirib ki, xüsusilə qadınlarda ürək çatışmazlığı və işemik ürək xəstəliyi, gənclərdə isə ürək ritminin pozulması və ürək çatışmazlığı daha çox qeydə alınıb. Sağlam ürək fəaliyyətinin əsasını sirkadiyen ritmlər təşkil edir. Bu ritmlərin pozulması qan təzyiqinin artmasına, iltihabı proseslərinin güclənməsinə və qeyri-sabit ürək döyüntülərinə səbəb olur. Gecə işığı həmin ritmləri pozaraq yuxu keyfiyyətini aşağı salır və damar sistemində stres yaradır. Tədqiqat Böyük Britaniyanın UK Biobank bazası əsasında aparılıb. Orta hesabla 7,9 il müşahidə dövründə müəyyən olunub ki, gecə işığına çox məruz qalan şəxslərdə koronar xəstəlik, infarkt, ürək çatışmazlığı, aritmiya və insult kimi 5-8% arası daha yüksəkdir. Gündüz işığı isə əksinə, ürək sağlamlığı üçün qoruyucu təsir göstərə bilər. Çünki təbii işıq sirkadiyen ritmləri gücləndirir və hormon balansını tənzimləyir. Mütəxəssislər qeyd edir ki, süni işıqlandırma ilə bağlı şəhər mühitində dəyişikliklər olunmalıdır. Küçə işıqlarının, reklam lövhələrinin və ekranların parlaqlığının azaldılması ictimai sağlamlıq baxımından mühüm addım ola bilər. Yeni pandemiya xəbərdarlığı. Türkiyəli alim professor Oytun Ərbaş bildirib ki, COVID-19 sadəcə sınaq idi. Qarşıda daha güclü və təhlükəli xəstəliklər var. Onun sözlərinə görə qrip və tənəffüs yollarına təsir edən digər virusların birləşməsi yeni xəstəliklərin yaranmasına səbəb ola bilər. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə bu il çikunqunya virusu 40 ölkədə yarım milyona yaxın insana yoluxub və 100-dən çox insan həyatını itirib. Mütəxəssislər bildirirlər ki, quş qripi adlanan virus insandan insana keçmək üçün yalnız bir genetik dəyişiklik uzaqlığındadır. Alimlər xəbərdarlıq edir ki, vəhşi heyvanların satıldığı bazarlar və qeyri-qanuni heyvan ticarəti növbəti qlobal xəstəlik dalğasının yaranmasına şərait yaradır. Oytun Ərbaşın fikirləri ilə yanaşı beynəlxalq tədqiqatlar da yaxın gələcəkdə yeni pandemiyaların yaranma riskinin artırdığını təsdiqləyir. Xəbər verdiyimiz kimi ötən həftə Ümumdünya Səhiyyə Təşkilatı üzv ölkələrə yeni sağlamlıq təhlükəsizliyi təlimatı göndərib. Təlimatda laboratoriya nəzarətinin gücləndirilməsi, virusların genetik izlənməsi və heyvandan insana keçən xəstəliklərin qarşısının alması vacib sayılır. Ümumdünya Səhiyyə Təşkilatı xəbərdarlıq edir ki, bu tədbirlər vaxtında görülməzsə, növbəti pandemiya daha sürətlə yayıla bilər. Sağlam ana, sağlam gələcəyin təməlidir. Səhiyyə Nazirliyi Elmi Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun mama ginekoloqu Sahilə Vəliyeva bildirib ki, hamiləlik dövründə qadının sağlam həyat tərzi gələcək nəsillərin sağlamlığı üçün əsas amildir. Onun sözlərinə görə bu dövr qadının həyatında ən məsuliyyətli mərhələdir və düzgün qidalanma, fiziki aktivlik, psixoloji sabitlik, eləcə də davamlı tibbi nəzarət xüsusi əhəmiyyət daşıyır. Sahilə Vəliyeva qeyd edib ki, hamiləlik zamanı qidalanma təkcə ananın deyil, həm də dölün sağlam inkişafı üçün vacibdir. Fol turşusu, dəmir, kalsium və zülal kimi maddələrin yetərli miqdarda qəbulu dölün sinir sistemi, qan dövranı və skelet quruluşunun normal formalaşmasını təmin edir. O həmçinin qeyd edib ki, xam ət, balıq, çoxlu kofein, alkoqol və siqaret istifadəsi hamiləlikdə ciddi risklər yaradır. Mütəxəssis bildirib ki, gündəlik yüngül gəzintilər və prenatal yoga kimi fiziki fəaliyyətlər hamiləlik zamanı stressin azalmasına
azalmasına, doğuşun yüngülləşməsinə və bədənin sağlam qalmasına kömək eləyir. Sonda vurğulayıb ki, müntəzəm həkim nəzarəti hamiləlik dövründə təhlükəsizliyin əsas təminatıdır. Sağlam ana, sağlam körpə və sağlam cəmiyyət deməkdir. Hamiləliyə verilən dəyər əslində gələcəyə verilən dəyər deməkdir. İnsanlar məzuniyyəti yatmağa sərf eləyir. Amerika Birləşmiş Ştatlarında aparılan yeni sorğuya görə işçilərin 37%-i son bir ildə ödənişli məzuniyyətlərini yalnız yuxularını bərpa etmək üçün istifadə edib. Bu tendensiya sleepcation adlanan sırf dincəlmək və yaxşı yatmaq məqsədi ilə planlaşdırılan istirahət formasının yeni anlayışının yaranmasına səbəb olub. Sorğuda iştirak edənlərin 47%-i səyahət üçün daha çox pul ödəməyə hazır olduqlarını bildirib. Mütəxəssislər bildirir ki, uzun müddətli iş stresi, onlayn rejimdə fasiləsiz əlaqə və sosial təzyiqlər insanların enerji balansını pozur. Buna görə də daha çox insan aktiv istirahətdən imtina edərək bədənini və zehnini yeniləməyə yönəlir. Kişilər qadınlardan 2 dəfə çox idman etməlidir. Qadınlar ürək sağlamlığı baxımından kişilərlə müqayisədə idmandan daha çox fayda görür. Nature Cardiovascular Research jurnalında dərc olunan tədqiqata görə qadınlar həftədə cəmi 4 saat fiziki fəaliyyətlə məşğul olduqda ürək-damar xəstəliklərinin, xüsusən də işemik ürək xəstəliyinin riskini təxminən 30% azaldır. Eyni təsiri əldə etmək üçün kişilərin həftədə 9 saata yaxın idman etməsi tələb olunur. Tədqiqatçılar bildirib ki, az miqdarda fiziki fəaliyyət belə sağlamlığa müsbət təsir göstərir. Həftədə 2 saat yarım orta və ya intensiv idman qadınlarda xəstəlik riskini 22%, kişilərdə isə 17% azaldır. Ürək-damar xəstəliyi olan insanlar üçün də idmanın faydası sübut olunub. Qadınlar cəmi 51 dəqiqəlik həftəlik fəaliyyətlə ölüm riskini azaldır. Kişilərin isə bu effekti əldə etməsi üçün 85 dəqiqəlik idman lazımdır. Mütəxəssislər fərqin bioloji səbəblərlə əlaqəli olduğunu bildirib. Qadınlarda estrogen hormonu damarları qoruyur və yağ yandırılmasını artırır. Həmçinin onların əzələlərində dözümlülüyə cavabdeh liflər daha çoxdur. Bu amillər qadınların ürəyinin daha az məşq zamanı belə daha sağlam qalmasına kömək eləyir. Xına qaraciyər xəstəliklərini sağaldır. Yaponiyanın Osaka City Universitetinin alimləri qaraciyər xəstəliklərinin müalicəsində inqilabi nəticə verə biləcək təbii maddə aşkarlayıb. Tədqiqatçılar Lawson Inermes bitkisindən olan Lawson adlı birləşməni, yəni xınanın zədələnmiş qaraciyər toxumalarını bərpa etmək və fibroz prosesini zəiflətmək qabiliyyətinə malik olduğunu müəyyən edib. Laboratoriya sınaqları göstərib ki, xına hüceyrələrin bərpa prosesini aktivləşdirir. Antioksidan təsir göstərir və toxumanın normal fəaliyyətini bərpa etməyə kömək eləyir. Heyvanlar üzərində aparılan təcrübələr zamanı fibroz göstəricilərinin azaldığı və hüceyrə qoruyucu zülalların səviyyəsinin yüksəldiyi müşahidə olunub. Tədqiqatın nəticələri hələ yalnız heyvanlar üzərində təsdiqlənib və maddənin insanlar üçün təhlükəsizliyi klinik sınaqlarda sübuta yetirilməyib. Mütəxəssislər xəbərdarlıq edir ki, qaraciyər xəstəliklərinin müalicəsində öz başına təbii vasitələrdən istifadə etmək sağlamlıq üçün riskli ola bilər. Teşekkürler. Cambridge Universitetinin alimləri iş rejiminin effektivliyinə dair apardıqları tədqiqatda maraqlı nəticələr əldə edib. Məlum olub ki, iş prosesində fasilə müddəti 17 dəqiqə təşkil edir. Bu isə insan beyninin tam bərpa olunmasına və gün ərzində yüksək iş keyfiyyətinin qorunmasına kömək eləyir. Araşdırmanın nəticələrinə əsasən qısa 5-10 dəqiqəlik fasilələr beynin tam istirahətinə imkan vermir. Bu isə diqqətin azalmasına və iş keyfiyyətinin aşağı düşməsinə səbəb olub. Digər tərəfdən çox uzun fasilələr də mənfi təsir göstərir. İnsan diqqətini toplamaq və motivasiyanı bərpa etməkdə çətinlik çəkir. Mütəxəssislər balanslı iş rejiminin qurulmasını tövsiyə edir. Təxminən 52 dəqiqə fasiləsiz işləmək və ardınca 17 dəqiqəlik tam istirahət etmək uyğundur. Alimlərin fikrincə bu cür rejimlə çalışan insanlar gün ərzində özlərini daha enerjili hiss edir, qərar vermə və yaradıcılıq qabiliyyətləri artır.
donuz böyrəyi ilə 271 gün yaşadı. Amerika Birləşmiş Ştatının New Hampshire ştatından olan 67 yaşlı Tim Andrews genetik dəyişdirilmiş donuz böyrəyi ilə rekord sayılan 271 gün yaşayıb. Yanvarda Massachusetts'dəki Mass General Brigham klinikasında əməliyyat olunub. Həkimlər orqanın funksiyası zəiflədiyi üçün böyrəyi çıxarıb. Andrews Amerika Birləşmiş Ştatında genetik dəyişdirilmiş donuz böyrəyi alan 4-cü pasiyentdir. Uzun illər diabetlə mübarizə aparıb və son mərhələli böyrək çatışmazlığına görə həftədə 3 dəfə 6 saatlıq dializ seanslarına məcbur qalıb. Tibbi eksperiment onun həyat keyfiyyətini xeyli yaxşılaşdırıb. Uzun müddət sonra küçədə itini gəzdirib və ev işləri görüb və iyunda Boston Red Sox oyununda ilk topu atıb. Verdiyi müsahibələrdə Andrew ona köçürülən böyrəyin sahibi Wilma adlı donuz haqqında "O mənim qəhrəmanım idi" deyə bəhs edib. Fasiləsiz 15 dəqiqəlik gəzinti ürək üçün faydalıdır. Sidney Universiteti və İspaniya Avropa Universitetinin alimlərinin yeni elmi araşdırmalarına görə gün ərzində bir dəfə edilən uzun gəzinti bir neçə qısa gəzintidən daha çox ürək sağlamlığına fayda verir. Annals of Internal Medicine jurnalında dərc olunan tədqiqatda bildirilib ki, fasiləsiz ən azı 15 dəqiqə davam edən gəzinti ürək üçün ən ideal hərəkət forması sayılır. Bu təxminən 1500 addım deməkdir. Araşdırmada Böyük Britaniyadan 40-79 yaş arası 33.560 nəfər iştirak edib. Onlar gündəlik 8000-dən az addım atıb və gəzinti müddətinə görə qruplara bölünüb. Onların sağlamlıq göstəriciləri 8 il ərzində izlənilib. Nəticələr göstərib ki, daha uzun gəzintiləri seçənlər də ürək-damar xəstəlikləri riski aşağı olub. Mütəxəssislər həmçinin xatırladıb ki, gecə və ya zəif işıqlanmış şəraitdə gəzərkən reflektor geyimlərdən və işıqdan istifadə etmək vacibdir. Nəyə görə gənclikdə eşitdiyimiz musiqi heç vaxt unudulmur? Finlandiyanın Jyväskylä Universitetinin alimləri müəyyən edib ki, insanın yeniyetməlik dövründə dinlədiyi musiqilər yaddaşda dərin iz buraxır. 84 ölkədən 2000 nəfərin iştirakı ilə aparılan araşdırma göstərib ki, musiqiyə emosional bağlılıq təxminən 17 yaşda formalaşır. Kişilərdə bu təxminən 16 yaşda, qadınlarda isə 19 yaşda baş verir. Mütəxəssislərin sözlərinə görə 20 yaşa qədər olan illərdə insan ilk dəfə sevgi, azadlıq, üsyan və özünü tapmaq kimi güclü hisslər yaşayır. Bu dövrdə dinlənilən mahnılar beyindəki emosiyalar və yaddaş mərkəzinin fəaliyyəti nəticəsində dərin iz buraxır. Elə buna görə də illər keçsə də gənclik mahnıları bizi bir anlıq keçmişə qaytara bilir. Araşdırmada qeyd olunur ki, janr da önəmlidir. Kişilər daha çox enerjili və emosional musiqilərə üstünlük verir. Qadınlar isə müxtəlif üslublar arasında keçid edərək musiqidən hisslərini ifadə və sosial bağlılıq gücləndirmək üçün istifadə edir. Alimlər hesab edir ki, musiqi sadəcə əyləncə deyil, insanın daxili tarixçəsini daşıyan emosional koddur. Gənclikdə eşitdiyimiz melodiyalar bizi kim olduğumuzla bağlayan səsli yaddaşdır. Sizcə, sevgili olmaq geridə qalmışlıqdır? Vogue jurnalının oktyabr 2025 sayında dərc edilən "Is having a boyfriend embarrassing now?" yəni sevgili olmaq xəcalət verir adlı məqalə müasir gənclərin münasibətlərə baxışındakı dəyişiklikləri araşdırır. Yazıda vurğulanır ki, sosial mediada və pop mədəniyyət sevgili olmaq artıq status və xoşbəxtliyin göstəricisi deyil. Bəzən hətta utanc verici və ya geridə qalmış davranış kimi qəbul olunur. Müəllif qeyd edir ki, gənclər öz azadlıqlarını, emosional müstəqilliklərini və fərdi inkişaflarını qorumağa üstünlük verir. Bu, nəsil üçün romantik münasibət deyil, şəxsi sərhədlərin və özünə dərkin qorunması daha vacib sayılır. Sosial şəbəkələrdə self-care, yəni özünə qayğı, solo lifestyle, tənha həyat tərzi və independent era, yəni müstəqillik dövrü kimi trendlər münasibətlərə marağı azaldıb. Ekspertlər bildirirlər ki, bu tendensiya həm pandemiya sonrası sosial uzaqlaşmanın, həm də emosional yanma hallarının nəticəsidir. İnsanlar özlərini münasibətlərdən çox iş,
dost, çevrəsi və şəxsi məqsədlər üzərindən dəyərləndirməyə başlayıb. Qeyd etdiyimiz jurnalın analitikləri hesab edirlər ki, bu dəyişiklik sevginin yox olmasından deyil, münasibətlərin dəyərlərinin yenidən formalaşmamasından xəbər verir. Müasir gənclər üçün sevgili olmaq artıq məqsəd deyil, seçimdir və bu seçimdə əsas meyar azad qalmaqdır.